Dördüncü fəsil elektron sənəd. Maddə 21 elektron sənədə dair tələblər. Bu da imtahan sualıdır. Burada diqqətli olaq. Dəfələrlə buradan suallar salırlar. Deməli, elektron sənəd hansı tələblərə cavab verməlidir? Texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir. Bu qanun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır. Yəni ümumi və xüsusi hissələrdən ibarət quruluşa malik olmalıdır. İdentikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır. Burada diqqətli olaq. Bir dəfə imtahanların birində yazmışdılar ki, identikləşdirməyə imkan verməyən rekvizitlərə malik olmalıdır. Baxın, bu verən sözünü dəyişib verməyən yazmışdılar. Texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan vizual şəkildə təqdim olunmalıdır. Bu elektron sənədə dair olan tələblərdir. Daha sonra elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı qanunverici uyğun olaraq müəyyən edilir. Deməli, avqustda keçirilən imtahanda belə bir sual salmışdılar ki, 2025-ci ildə. Siyahısı qanunverici ilə müəyyən edilmiş zəruri olan rekvizitlər nə üçündür? Yəni siyahısı qanunverici ilə müəyyən edilən zəruri olan rekvizitlər nə üçündür? Deməli, elektron sənədin identikləşdirilməsi üçün, bir də həqiqiliyinin müəyyənləşdirilməsi üçündür. Yəni siyahısı qanunverici ilə müəyyən edilmiş rekvizitlər elektron sənədin identikləşdirilməsi üçündür və həqiqiliyinin müəyyənləşdirilməsi üçündür. Daha sonra maddə 22 elektron sənədin quruluşu. Bu da əsas maddələrdən biridir. Tez-tez sual salırlar buradan. Deməli, elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malik olmalıdır. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. Deməli, bunu necə yadda saxlayaq? Baxın, ümumi hissənin baş hərflərlə ÜM. Deməli, ümumi hissə nə olacaq? Ünvanlandığı şəxs barədə məlumat, yəni Ü hərfi, məzmundakı M hərfi. Bunu belə yadda saxlaya bilərsiniz. Xüsusi hissədə isə elektron imza və vaxt göstəriciləri qeyd edilir. Onu da evlə yadda saxlaya bilərsiniz. Məsəl üçün elektron imza, V hərfi isə vaxt göstəriciləri. Bəzən imtahan iştirakçıları bunu qarışdırırlar. Bəzən yəni ümumi hissədə nə soruşulur deyəndə gətirib varianta elektron imza və vaxt göstəricisi yazırlar. Yəni yerlərini dəyişib imtahana yanlış bənd kimi yerləşdirə bilərlər. Deməli, ümumi hissədə məzmun və ünvanlandığı şəxs barədə məlumat, xüsusi hissədə isə elektron imza və vaxt göstəriciləri göstərilir. Daha sonra 23-cü maddə elektron sənədin təqdimat formaları. Elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir. Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli daxili təqdimat formasıdır. Baxın, bir dəfə imtahanda yazmışlar ki, elektron sənədin verilənlərin daşıyıcısından fərqli formada yazılmış şəkli daxili təqdimat forması. Bu səhvdir. Verilənlərin daşıyıcısında yazılan şəkli. Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə, displeydə, kağızda, yəni əyani qavranılan vizual şəkildə əks etdirilməsi onun xarici təqdimat forması. Deməli, verilənlərin daşıyıcısı daxili, verilənlərin daşıyıcısından fərqli olan xarici təqdimat formasıdır. Maddə 24 elektron sənədin əsli. Elektron sənədin əsli yalnız və yalnız daxili təqdimat formasında olur. Baxın, bunu imtahanda gətirib belə yazırlar ki, elektron sənədin əsli yalnız xarici təqdimat formasında olur. Bu səhvdir. Sonra elektron sənədin daxili təqdimat formasında bir-biri ilə eyni olan bütün nüsxələri əsl hesab edilir və bərabər hüquqiyə malikdir. Baxın, deməli, imtahanların birində yazmışdılar ki, elektron sənədin xarici təqdimat formasında bir-biri ilə eyni olan nüsxələri əsl hesab edilir. Daxili təqdimat formasıdır. Daxili təqdimat forması. Elektron sənədin elektron formada surəti ola bilməz. Yaza bilərlər ki, elektron sənədin elektron formada surəti ola bilər. Hətta bir dəfə də onu qeyd edilmişsə yazmışlar ki, deməli elektron sənədin daxili təqdimat formasında bir-biri ilə eyni olan elektron nüsxələri əsl hesab edilir.
Yoldaşlar, baxın burada qeyd olunmuş ki, elektron sənədin elektron formada surəti ola bilməz. Amma bu cümlənin içində elektron formada olan bütün nüsxələr yazmışlar. Daha sonra eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdirlər. Deməli, eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilən eyni məzmunu olan sənəd hər biri müstəqildir. Yəni burada kağız daşıyıcı olan sənəd elektronun surəti sayılmır. Biri kağız daşıyıcı tərtib olunub, biri elektron daşıyıcı tərtib olunub. İkisi də eyni məzmuna aiddir, amma kağız onun surəti deyil. Baxın, burada da qeyd olunub ki, bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır. Maddə 25 elektron sənədinin surəti və onun təsdiq edilməsi qaydası. Elektron sənədin surəti onun kağız daşıyıcıda əks etdirilmiş xarici təqdimat formasının qanunvericiliyə müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır. Baxın, bir dəfə də imtahan yazmışlar ki, elektron sənədin surəti onun kağız daşıyıcıda əks etdirilmiş daxili təqdimat forması yazmışdılar. Daxili yox, xarici təqdimat forması. Yəni surət xarici təqdimat formasında olur. Daxili təqdimat formasında ola bilməz. Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində müvafiq elektron sənədin surəti olması qeyd edilməlidir. Yazırlar ki, elektron sənədin kağız daşıyıcısında onun müvafiq elektron sənədin surəti olması qeyd edilməyə bilər. Şərtdir, qeyd edilməlidir. Hökmən qeyd edilməlidir. Elektron sənədin kağız daşıyıcıdan başqa digər maddi obyektdəki və ya kağız daşıyıcıdakı, lakin müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi surəti sayılmır. Təsdiq edilmiş yazılar yoldaşlar, diqqətli olun. Təsdiq edilməyən surəti, deməli nüsxəsi elektron sənədin surəti sayıla bilməz. Elektron sənədin əsli və bu qanun 25.1-ci maddəsinin tələblərinə cavab verən kağız daşıyıcı üzərindəki surəti, yəni yoldaşlar, qanunvericiyə müvafiq qaydada təsdiqlənmiş surəti nəzərdə tutur. Yəni əsli ilə qanunvericiyə müvafiq qaydada təsdiqlənmiş surəti eyni hüquqi qüvvəyə malikdir. 5-ci fəsil elektron sənəd dövrəsi. Baxın, bu dövrədən də çox sual salırlar, amma mən düşünürəm ki, dekabr imtahanından etibarən bəlkə də dekabr imtahanında daha çox yeni maddələrdən suallar əlavə eləyəcəklər. Yəni əvvəllər düşmən maddələrdən ola bilər ki, bu dəfə sualları daha çox salsınlar. Amma yenə də siz diqqət yetirməlisiniz, çünki bu da əsas maddələrdən biridir. 5-ci fəsil elektron sənəd dövrəsi, maddə 26 elektron sənəd dövrəsinin təşkilinin əsasları. Elektron sənədin istifadəsi və dövriyyəsi qanunvericilik və ya elektron sənəd dövrəsi subyektləri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Deməli, sual düşə bilər ki, elektron sənədin istifadəsi və dövriyyəsi necə həyata keçirilir? Qanunvericiliklə ya da ki, müqavilə ilə. Yazırlar ki, yalnız qanunverici hüquq olaraq həyata keçirilir. Bu yanlışdır. Çünki müqavilə də var. Azərbaycan Respublikasının qanunvericiliyində və bağlanmış müqavilədə elektron sənədi mübadilə qaydası və onunla bağlı texniki təşkilati tələblər. Baxın, bu texniki təşkilati tələblər mötərizədə qeyd olunub və imtahan sualıdır yoldaşlar, düşür imtahana. Texniki təşkilati tələblər hansılardır? Sənədlərin mübadilə forması, sonra yoxlanma proseduru və sənədlərin alınmasının təsdiqlənməsi üçün məqbul hesab edilən müddət, forma və s. Baxın, alınmanın təsdiqlənməsi yerinə göndərilmənin təsdiqlənməsi yazırlar, diqqətli olun. Bunlar mübadilə qaydası ilə bağlı texniki təşkilati tələblərdir. Bu da imtahana düşür. Bunları yadda saxlamaq lazımdır. Daha sonra elektron sənədin dövrəsinin sənədləşdirilməsi qanunverici ilə müəyyən edilmiş kargüzarlıq standartları və qaydalara əsasında həyata keçirilir. Korporativ informasiya sistemində elektron sənəd istifadəsi və dövrəsi sistemin daxili normativ sənədlərlə tənzimlənir. Deməli, 26.3 və 26.4 ikisi də imtahan sualı düşür imtahana. Yazırlar ki, elektron sənəd dövrəsinin sənədləşdirilməsi necə həyata keçirilir? Qanunverici ilə müəyyən edilmiş kargüzarlıq standartları və qaydalara əsasında həyata keçirilir.
Bəs korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövrəsi necə tənzimlənir? Sistemin daxili normativ sənədlərlə tənzimlənir. Baxın, bu da qəbul sualıdır, tez-tez düşür imtahana. Maddə 27 elektron sənədin göndərilməsi və alınması. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırıldığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd göndərən tərəfindən göndərilməmiş hesab edilir. Baxın, göndərilmiş yaza bilərlər, diqqətli olun. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu göndərəni yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanın birmənalı təsdiq edən qaydada göndərəni məlumatlandırır. Baxın, burada göndərənlə alanın yerini dəyişdirirlər. Diqqətli olun. 27.3 Alan aşağıdakı hallarda elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab etməlidir. Elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa, diqqətli olaq. Bir dəfə imtahanda yazıblar ki, elektron sənədin göndərilməsi barədə bildiriş almamışdırsa. Baxın, bu səhvdir. Göndərilmə sözündə inkarlıq olmalıdır. Alınma sözündə təsdiq olmalıdır. Bunu birmənalı yadda saxlayın, qeyd götürün. Göndərilmə sözündə inkarlıq, alınma sözündə təsdiq olmalıdır. İmtahanda isə göndərilməni təsdiq verib, alınmanı inkarda verirlər. Və bu səhvdir. Elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə, elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində alana bəlli olmuşdur və ya bəlli olmalıdır ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Burada qəbul edilmiş sözü yerinə göndərilmiş yaza bilərlər. Diqqətli olmaq lazımdır burada. 27.4 Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, alandan göndərəni təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Baxın, yazılır göndərəndən alana təsdiqləmə çatanadək. Bu səhvdir. Bir də hər bir halda yazırlar. Baxın, bu ifadəni çıxarıb yerinə hər bir halda yazırlar. Yazırlar ki, hər bir halda alandan göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Bu səhvdir. Çünki müqavilədə başqa hallar müəyyən edilə bilər. Və bununla bağlı situasiya tipli test də sala bilərlər yoldaşlar imtahana. Təsdiqləmədə elektron sənədin tərəflər arası razılaşdırılmış texniki təşkilati tələblərə uyğun olması qeyd edilməlidir. 27.5 Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, göndərən bu barədə alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir. Deməli, göndərən təsdiqləmənin göndərilməsi müddətini müəyyənləşdirir. Burada da alanla göndərən yerini dəyişdirə bilirlər. Yazılır ki, alan bu barədə göndərəni məlumatlandırır və təsdiqləmənin göndərilməsinin müddətini təyin edir. Diqqətli olun. Sonra bu qanunun 27-ci maddəsi elektron sənədlərin göndərilməsi və alınması ilə bağlı münasibətlər istisna olmaqla elektron sənədin məzmunundan və alınmanın təsdiqlənməsinə irəli gələn digər münasibətləri tənzimləmir. Yazırlar ki, elektron sənədin müvafiq maddəsi, maddənin adını yazırlar, elektron sənədin göndərilməsi və alınması maddəsi. Deməli, elektron sənədin göndərilməsi və alınması ilə bağlı münasibətlər də daxil olmaqla elektron sənədin məzmunundan və alınmanın təsdiqlənməsinə irəli gələn digər münasibətləri də tənzimləyir yazırlar. Diqqətli olmaq lazım. İstisna olmaqla bu məzmunla alınmanın təsdiqlənməsinə irəli gələn digər münasibətləri tənzimləməyəcək. 28. Elektron sənədin göndərmə və alınma vaxtı. Tərəflər arasında bağlanmış müqavilədə başqa hal müəyyən edilməmişdirsə, elektron sənəd göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan, baxın, nəzarətində olan yazırlar, nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı hesab edilir. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, diqqətli olun, baxın, bu ifadəni dəyişib hər bir halda yaza bilərlər, bütün hallarda yaza bilərlər.
Elektron sənədin alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı hesab edilir. Yazırlar ki, elektron sənədi göndərənin göstərdiyi informasiya sisteminə daxil olduğu an, göndərənin yox, alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an alınma vaxtı hesab ediləcək. Baxın, alan, alınma vaxtı və buna yadda saxlaya bilərsiniz. Çünki bu tip söz oyunlarını elektron imza və elektron sənəd haqqında qanunda daha çox eləyirlər. Daha sonra göndərmə və alınma vaxtları mübahisəyə səbəb olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər. Daha sonra elektron sənədin saxlanması. Elektron sənədin saxlanması qaydası aşağıdakı şərtlər nəzərə alınmaqla qanunverici deməkdir. Yoldaşlar, bu sualda 20 iyul 2025-ci ildə qəbula düşüb və BA kateqoriyası üzrə açıq tipli testə düşüb. Bunu mütləq şəkildə diqqət yetirin, gəlib növbəti imtahanda sala bilərlər. Deməli, saxlanması qaydası qanunvericiliyə müəyyənləşdirilərkən hansı şərtlər nəzərə alınmalıdır? Elektron sənəd yaradıldığı, ötüldüyü və ya qəbul edildiyi qurucu saxlasın. Elektron sənəd onu göndərənin alana, göndərmə və alma vaxtını müəyyən imkan versin. Elektron sənəddə olan informasiya növbəti istifadə üçün, daha doğrusu növbəti istinad üçün istifadə edilə bilsin. Elektron sənədin saxlanma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın. Baxın, iyul imtahanda yazmışlar ki, elektron sənədin saxlanma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən çox olmasın. Az sözünü dəyişib çox yazmışlar. Qanunvericiliklə və tərəflərin razılığı müəyyən edilmiş digər tələblərə, daha doğrusu digər şərtlərə uyğun gəlsin. Deməli, bu elektron sənədin saxlanması qaydası zamanı nəzərə alınan şərtlərdir. Elektron sənədinin saxlanması üçün qanunverici müvafiq olaraq digər hüquqi və fiziki şəxslərin xidmətlərindən də istifadə edilə bilər. Elektron sənədin mühafizəsi. Elektron sənədin dövriyyəsi zamanı elektron sənədin mühafizə məqsədi ilə qanunvericiliyə müvafiq proqram və texniki vasitələrdən istifadə edilməlidir. Baxın, edilməlidir yazıblar. Malı bəli, hökmən şərtdir. Elektron sənəd dövriyyəsi istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə tədbirlərinin lazımi səviyyəsi bu sistem və şəbəkənin mülkiyyətçisi tərəfindən təmin edilir. Baxın, 30.2-dən 30.3-ü imtahan iştirakçıları həmişə qarışdırır. Deməli, yoldaşlar, bunu qarışdırmamaq üçün bir dənə qısa qayda deyəcəm sizə. Deməli, birində elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkənin mühafizə tədbirləridir. Biri dövriyyənin mühafizə tədbiridir. Və korporativ sözü də var burada. Diqqət yetirin. Baxın, birində yazıb ki, elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə tədbirlərinin lazımi səviyyəsi. Amma bura baxın, korporativ informasiya sistemində elektron sənəd dövriyyəsi mühafizə tədbirlərinin lazım səviyyəsi. Biri dövriyyənin mühafizə tədbiridir. Biri isə informasiya sistem və şəbəkənin mühafizə tədbirləridir. Bəzən imtahanda yazırlar ki, elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə tədbirlərinin lazım səviyyəsi mülkiyyətçi tərəfindən və iştirakçıların razılaşması uyğun olaraq müəyyənləşdirilir. Bu səhvdir. Sistemi və şəbəkənin mülkiyyətçisi tərəfindən müəyyənləşdirilir. Amma korporativ informasiya sistemində elektron sənəd dövriyyəsinin mühafizə tədbirlərinin lazımi səviyyəsi qanunvericiliyin tələblərinə uyğun olaraq sistemin mülkiyyətçisi və yaxud da ki, iştirakçıların razılaşmasına uyğun olaraq təmin ediləcək. 30.2-dən 30.3-ü mütləq şəkildə baxın, bu imtahana tez-tez düşür. Daha sonra 31-ci maddə vasitəçinin hüquqları, vəzifələri və məsuliyyətləri. Deməli, elektron sənədin saxlanması, ötürülməsi və qəbulu zamanı vasitəçi xidmətlərindən istifadə edilə bilər. Vasitəçi fəaliyyətini təmin etmək üçün aşağıdakılara malik olmalıdır. Nələrə malik olmalıdır? Baxaq onlara, bu da imtahana düşə bilər. Deməli, sistemdən etibarlı istifadəni təmin edən texniki və texnologiyalara, bilikli, təcrübəli və səriştəli işçi heyətinə, xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən şəraitə. Bu qanun 31.2.3-cü maddəsində, baxın burada, qeyd olunan informasiyanın saxlanması üçün etibarlı sistemə. Deməli, bunlar yoldaşlar
elektron sənədlərin saxlanması, ötürülməsi və qəbulu zamanı vasitəçinin istifadə edə biləcəyi xidmətlərdir. 31.3. Vasitəçi bu qanun 31.2.3-cü maddəsində qeyd olunan informasiyanın 6 ay müddətində saxlanmasını təmin etməlidir. Baxın, 31.2.3-cü informasiya hansıdır? Xidmət göstərmiş elektron sənədlərin vaxtını və mənbəyin təyin etməyə imkan verən şəraitdə. Bax, bu 31.2.3-dəkini 6 ay müddətində saxlanmasını təmin etməlidir. Daha sonra vasitəçi fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanına müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidir. Burada müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Vasitəçi istifadəsi müqavilə əsasında xidmət göstərir. Müqavilə əsasında. Bu qanun 31.2-ci maddəsində göstərilmiş tələbləri pozan vasitəçi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olmuş qaydada məsuliyyət daşıyır. Misal üçün, baxın, yaza bilərlər ki, elektron sənədin müvafiq maddəsində göstərilmiş tələbləri pozan vasitəçi ilə bağlı məsuliyyət müəyyən edilə bilər. Bax, bu düzdür. Ola bilər cümlənin formasını dəyişə bilər. Çünki həmin vasitəçi məsuliyyət daşıyır qanunvericiliyə müəyyən edilmiş qaydada. Vasitəçi fəaliyyətin təhlükəsini təmin edir və saxlanılan, ötürülən və ya qəbul edilən elektron sənədlərin məzmununa görə məsuliyyət daşımır. Baxın, ola bilər ki, sizə bu cümləni verə bilərlər, yaza bilərlər ki, vasitəçi fəaliyyətin təhlükəsini təmin edir və saxlanılan, ötürülən və qəbul edilən elektron sənədlərin məzmununa görə məsuliyyət daşıyır. Məsuliyyəti vasitəçi daşımır. 32-ci maddə məzmunu konfidensial informasiya təşkil edən elektron sənədlər. Tərkibində dövlət, kommersiya, bank sirləri təşkil edən məlumatlar və digər konfidensial informasiya olan elektron sənədlərin istifadə qaydası və mühafizə tədbirləri qanunvericiliklə müəyyənləşdirilir. Yazırlar ki, tərkibində dövlət, kommersiya, bank sirləri təşkil edən məlumatlar və digər konfidensial informasiya olan elektron sənədlərin istifadə qaydası və mühafizə tədbirləri sistemin mülkiyyətçisi tərəfindən müəyyənləşdirilir. Bu səhvdir. Qanunvericiliklə müəyyən edilir. Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsisi üçün yalnız sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövrəsi vasitələrindən istifadə olunmalıdır. Baxın, burada görürsünüz bir dənə dövlət sirri yazıblar. Amma bir dəfə testdə dövlət, kommersiya, bank sirri yazmışdılar. Onları da gətirib buraya yerləşdirmişlər. Bu səhvdir yoldaş. Bu dövlət sirrinə aiddir. Yəni tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsinə aiddir. Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədin mübadiləsisi üçün yalnız sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövrəsi vasitələrindən istifadə edilir. Bir daha deyirəm, diqqətli olun. Dövlət sirri, bank sirri, kommersiya sirri yaza bilərlər. Bu səhvdir. Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertizası müvafiq icra hakimiyyəti orqanı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Yazırlar qanunvericilik olaraq həyata keçirilir. Bu da səhvdir. Daha sonra bu qanun 32.1-ci maddəsinə nəzərdə tutulan elektron sənədlərlə işləməyə buraxılan şəxslər qanunvericiliyə müvafiq olaraq bu sənədlərin mühafizəsi üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir. Daha sonra tərəflər arasında bağlanmış müqaviləyə əsasən elektron sənəd dövrəsini həyata keçirən subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə müraciət və onların mühafizə üsullarını qanunvericiliyə uyğun olaraq özləri müəyyənləşdirirlər. Özləri. 6-cı fəsil xüsusi müddəalar, maddə 33 dövlət tənzimlənməsinin həyata keçirilməsi. Elektron imzanın tətbiqi və istifadəsi proseslərinin, sertifikat xidmətləri mərkəzlərinin fəaliyyətinin tənzimlənməsi və ona nəzarət edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Deməli, müvafiq icra hakimiyyəti orqanları elektron imzanın istifadəsinin tənzimlənməsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirir. Baxın, diqqət etirsəz, burada görürsünüz 14 dənə vəzifə var. Amma bu 14 vəzifənin hamısını bir müvafiq icra hakimiyyəti orqanı həyata keçirmir. Burada mən xüsusən qeyd etmişəm. Baxın, yaşıl rənglə qeyd edilmiş
bəndlərdəki məsələlər ki var, yəni vəzifələr ki var, o vəzifələrə münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirini götürürük. Yaşlı rəngli olan. Misal üçün, mərkəzləri vasitəsilə qeydiyyatdan keçirmək və qeydiyyatın ləğv etmək. Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinə aiddir. Amma qırmızı rənglə qeyd olunanlar isə Nazirlər Kabinetinə aiddir. Misal üçün, imzanın yaradılma və yoxlanma qaydalarını müəyyən etmək. Bu Nazirlər Kabinetinin səlahiyyətidir. Elektron imza və elektron sənəddən istifadə qaydalarının hazırlanması. Bu Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Bunu mən burada qeyd etmişəm. Yəni PDF-i də istəyən şəxslər yazıb məndən WhatsApp üzərindən əldə edə bilərlər. Burada xüsusən qeyd olunub hər biri. Daha sonra 33.3 Müvafiq icra hakimiyyəti orqanları sertifikat xidmətləri mərkəzlərinin fəaliyyətindən nəzarət sahəsində aşağıdakı hüquqlara malikdir. Yenə yoldaşlar, burada da müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini bir qurum həyata keçirmir. Yaşıl rəngdə olanlar, yəni yaşıl rənglə qeyd etdiklərim Rəqəmsal İnkişaf və Nəqliyyat Naziridir. Qırmızı rənglə qeyd etdiklərim isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmət fəaliyyəti istiqamətinə uyğun olaraq həyata keçirirlər. Yəni bunları da burada qeyd etmişəm. Düzdür, ola bilər ki, bunlar imtahana düşməsin, amma yenə də bilməyiniz vacibdir. Daha sonra 34-cü maddə elektron imza və elektron sənəd dövrəsi vasitələrinə aid tələblər. Dövlət orqanlarının mülkiyyətində olan və istifadə etdikləri informasiya sistemləri vasitəsilə təhlükəsiz elektron sənəd dövrəsinin aparılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti müəyyən edilmiş qaydaya əsasən bu sistemlərin ekspertizasını həyata keçirməlidir. Tərkibində dövlət sirri təşkil edən məlumatda olan və digər konfidensial informasiyaların sertifikatlaşdırılmış mühafizə vasitələri elektron sənəd dövrəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə edilir. Növbəti, istifadə edilən elektron imza və elektron sənəd dövrəsi vasitələri sertifikatlaşdırılma haqqında Azərbaycan Respublikasının qanunvericiliyə müvafiq qaydada sertifikatlaşdırılır. Baxın, sertifikatlaşdırılma haqqında qanunvericiliyə uyğun olaraq. Maddə 35 imza sahibi barəsində məlumatların mühafizəsi. Mərkəzlər vasitəçilərin fəaliyyəti zamanı malik olduğu informasiyalardan, o cümlədən imza sahibi barəsində məlumatlardan vəzifələrin icrası əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər. Baxın, vəzifələrin icrası əlaqəli olan yaza bilərlər. Əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər. Yaxud yazırlar ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla mərkəzlər vasitəçilər fəaliyyəti zamanı malik olduğu informasiyalardan, o cümlədən imza sahibi barəsində məlumatlardan vəzifələrin icrası əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər. İstisna qoyurlar əvvəlinə. Yenə səhvdir yoldaş. Yəni ümumiyyətlə istifadə edə bilməzlər. Mərkəzlər istifadəçilərə yalnız sertifikata daxil edilmiş və ona aid olan məlumatları verə bilərlər. Yalnız sertifikata aid edilən və ora daxil olan. Mərkəzlərin vasitəçi əməkdaşlar və digər əlaqəli şəxslər fəaliyyətləri zamanı imza sahibi barəsində onlara bəlli olan məlumatları və imza yaratma məlumatlarını qorumağa borcludurlar. Baxın, borclu deyillər yaza bilərlər. Daha sonra 7-ci fəsil yekun müddəalar, maddə 36. Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət. Bu qanun pozulmasında təqsir olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bəzən belə yazırlar ki, elektron imza və elektron sənəd haqqında deməli qanun pozulmasına bağlı məsuliyyət müəyyən edilib. Və bu formada da yazırlar. Bu tip cümlələrdən Dövlət İmtahan Mərkəzi istifadə edir. Bəzən imtahan iştirakçıları cümləni qanunda yazıldığı kimi görmədiyi üçün səhv götürür. Amma səhv deyil bu. Çünki burada qeyd olunub ki, qanun pozulması təqsir olan şəxslər qanunvericilik nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Deməli, qanun pozulmasına bağlı məsuliyyət müəyyən edilib. Məqsəd isə çaşdırmaqdır burada. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövrəsi vasitələrindən istifadəyə görə istifadəçilər fərdi məsuliyyət daşıyırlar. Deməli yazırlar ki, sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövrəsi vasitələrindən istifadəyə görə istifadəçilər birgə məsuliyyət daşıyırlar. Birgə yox, fərdi məsuliyyət daşıyır. Baxın, fərdini dəyişib birgə yaza bilərlər. Diqqətli olaq. İnformasiya sisteminin fəaliyyətinin təhlükəsinin təmin edilməsinə, müəyyən edilmiş qaydada ekspertiza keçirilməsinə bu sistemin mülkiyyətçisi
məsuliyyət daşıyır. Qanun qüvvəyə minməsi. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu da yoldaşlar elektron imza və elektron sənəd haqqı qanunun bütün maddələrinin video izahadır və digər hissələr də YouTube kanalımızda yerləşdirilib və sonuncu hissədə YouTube kanalımızda yerləşdiriləcək. Ümid edirəm ki, hər biriniz üçün faydalı olar.